Bir obraz yaratdı və o obrazın içində yox oldu. Marilyn Monroe. Əsl adı Norma Jean. Uşaqlığı nağıl kimi yox, yetimxanalar tərk edilmə hissi ilə keçdi. İllər keçdi, Norma Jean yox oldu. Onun yerinə Marilyn Monroe doğuldu. Səhnəyə çıxdı və dünya onu sadəcə sevmədi, ona heyran oldu. 1955-ci il, məşhur metro səhnəsi. Plan sadə idi. Külək onu qaldırır, kamera çəkir, amma yüzlərlə insan toplaşdı. Rejissor səhnəni dayandırmalı oldu. Kütlə idarə olunmaz idi. 1962-ci il New York. Marilyn səhnəyə çıxır və Happy Birthday oxuyur. Səsi zəif idi, amma təsiri güclü. Bu an tarixə düşdü, amma həmin ilin içində hər şey bitdi. Rəsmi versiya sadədir, həddindən artıq dərman qəbulu. Otaqda telefon dəstəyi əlində idi. Bəzi məlumatlara görə son anlarında kiminləsə danışırdı. Kim idi o insan? Nə danışılırdı? Bu suallar cavabsız qaldı. Daha bir detal, onun şəxsi gündəliyi yoxa çıxdı. Bu adi dəftər deyildi. Bu onun maskasız halı idi. Orada şəxsi qeydlər, gizli düşüncələr və heç kimə demədiyi fikirlər vardı. İnsanların tanıdığı Marilyn həqiqətən mövcud idimi? Yoxsa bu sadəcə rol idi? İşıq nə qədər güclüdürsə, kölgə o qədər dərin olur.